Nədən danışmaq istəyirəm sizə? Hamımızın, çoxumuzun çox böyük problem bildiyimiz bir məsələdən danışmaq istəyirəm. Bu nədir? Bu avtomobili olan illah da xanımlar. Nəinki xanımlar, bəylər də bundan əziyyət çəkir. Mənim çox böyük sürücülük stajım var. Baxmayaraq ki, bir neçə ildir maşınsızam. Amma staj çoxdur. Çoxdandır mən avtomobili sürürəm. Mən sürəndə şəhərdə çox az xanımlar maşın sürürdü. Neyse, sözüm onda yoxdur. Bir dəfə başıma bir hadisə gəlmişdi və sırağa gün oxşar hadisə rəfiqəmin başına gəldi deyə mən bunu danışmaq istəyirəm. Hər dəfə danışıram ki, millət, özümüzük günahkar. Özümüz. Görün nə baş verdi. Deməli, mənim bu rəfiqəm maşınını aparır bir ustaya. Daha doğrusu servizə, həmən maşının at çəkməyəcəm, bilirsiniz, reklam olur. Həmən maşının servizini aparır. Maşın ikinci əldir. Amma buna baxmayaraq həmişə güya ki, bu servizdə yoxlanılır. Aparır bunu servizə, servizdə usta baxır, qayıdır ki, bax, bunun motoru stuk eləyib, motoru vurub. Bəs bunun hissələrini xaricdən gətirtməliyik, 2 ay vaxt lazımdır. Bu da tutacaq hardasa bir 4000-ə yaxın pul, 4000-4500. Mənim rəfiqəm dəli olur, havalanır, saçını başını yola məni yığır və danışır ki, belə bir şey olub. Deyirəm ki, mümkün deyil axı bu. Çünki maşın yəni xodlanır, elə bir işə salırsan, qırqır eləyir, sönür. Deyirəm, bu mümkün deyil axı. Motor, loru dildə deyim də, vursaydı, stuk eləsəydi, bu xodlanmazdı, bu işə düşməzdi. Amma bunu işə salırsan, işə düşür. Sonra qırqır silkələnir, sönür. Yox bu, deyir, yox, nə danışırsan, aparmışam servizə. Servizdə usta deyir ki, bəs nə danışırsan, motoru bunun ölüb. Nə baş vardı? Mən dedim, bu dedi, mən dedim, bu dedi, qız dəli oldu, başın bilmir neynəsin, saçın başın yolur. Axır dedim ki, ay qız, gəl bunu aparaq servis ustasına yox. Adi bir usta var, onun yanına aparaq. Əla da bir dənə ustadır. Nə başımıza ağrıdım, biz götürdük bu maşını, gəldik, evakuator çağırdıq, mən də bunun yanında. Mən deyirəm ki, qardaşım, bu mümkün deyil axı ustaya, servizdəki ustaya, əsl servis ustası. Deyirəm ki, qardaş, bu axı işə düşür bu, avtomobili xodlayırsan, işləyir, sönür sonra. Yo, siz bilmirsiniz, o köhnə maşınlardır. İndiki maşınlar elə deyil, belə deyil, benzindir, hibrit deyil, yəni tok avtomobili deyil. Deyirəm ki, qardaşım, mən çoxdan, yo, elə deyil, siz buradan apara bilmərsiniz maşını. Maşın da 3 gündür servizdədə hələ sökməyiblər. Deyirəm, yaxşı, bu xarab üçün niyə sökmür? Yox, sökmür. Qoymurlar maşını çıxardı. Hay, huy, haray, hər şey çıxdıq oranın rəhbərliyinə. Bir müsibətlə maşını oradan çıxartdıq. Qoyduq evakuatora, apardıq, adi profilaktoriya usta. Amma mənim maşınımın da ustası oydu və bilirəm, yaxşı ustadır. Neyse, biz gəldik onun yanına. Bu böyle açdı maşının kapotunu, qabaq qapağını, baxdı, qayıtdı ki, mən bunu indi işə salsam mənə nə verərsiniz? Bir rəfiqəm mənə baxdı ki, bu nə danışır belə? Dedim, de görək nə verərsəm. Rəfiqəm qayıtdı ki, nə puldu söz verərəm, üstündə də bir qəşəng ətir sizə pay verərəm. Usta güldü. Güldü, qayıtdı ki, indi sizə yazacağım, gedin filan şeyləri alın, gəlin, mən bunu işə salım. Demək, gəldi rəfiqəm, sveçalar deyirik də, maşının şamları, sveçalarını aldı. Bir də o sveçadan enerji verən yer, başım çıxmırdı o qədər də. Ora gedən o şlanq demişdi ona, şlanqdır mı, nədirsə onun. Neyse, bunları aldıq, gəldik, usta qoydu üstünə, hamısını xodladım. Qayıtdı ki, sizə nə qədər demişlər servizdə? Dedik, qardaş, 4000-4500. Dedi, sveçalara nə qədər pul vermişsiniz? Sveçalar başa gəlmişdi, hardasa, nə bilim, 250-300 manata qədər. O şlan hamısı bir yerdə başa gəlmişdi, 350 manat. O hissələri avtomobili. Dedi, mənə də nə verərsiniz, verərsiniz. Padruqam çıxartdı ona ki, nə istəyirsən götür puldan. 100 manat götürdüm. O da götürmürdü, 50 götürürdü. 50 manat ki, mən neynədim ki? 50 manatı rəfiqəm dedi, sən Allah götür, ətir də alacam sənə. Sözümü nəyə gətirəm? Amma servisdə usta demişdi ki, indi yenə deyirəm, bütün servislərə şamil eləmirəm bunu. Amma başımızı alladırlar.
İnanın, yəni əgər mənim az-çox anlayışım olmasaydı və mən köhnə maşınlardan başlamışam da, yəni ilk mənim 0.99-um olub, 0.99 deyirlər. Mexanika ilə sürmüşəm. O köhnə maşın sırmışdılar mənə də, allatmışdılar. Ay Allah, nə müsibətlər çəkmişəm deyə mənim anlayışım var. Amma bu rəfiqəmin ilk maşını da anlayışı yoxdur. Allatmışdılar, 4500 verəcəkdi. Maşın da bir 3 ay orada yatacaqdı. Başına nə oyun açacaqdılar bilmirik. Yəni deməyim odur ki, çox xırda bir şey. Dedi ki, yağış yağıb. Siz çox pis girmişsiniz o lıqqa suyun içinə, yağışın içinə və bu belə yanıb da bunun sveçaları. Belə bir problemi yoxdur, Allah keçsin. İnandırım sizə, oradan maşını, mindik maşına getdik qeyd eləməyə özümüz üçün və o qədər gülmüşük ki, gör bizim başımıza nə oyunlar açırlar. Mən hər dəfə deyirəm ki, ən böyük problemlər bizim özümüzdədir. Nə? Baxın, avtomobil ustalarıdır. Çox vaxt yaxşılara şamil eləmirəm. Amma çox vaxt yalan danışırlar. Görəndə ki, qarşılarındakı adamın başı çıxmır. Ağızlarına gələni deyirlər. Təkim, elə həkimlər haqqında danışmışdım da, eynən də elə. Həkim insanın həkimidirsə, avtomobil ustaları da avtomobillər, maşınlarımızın ustasıdır da. Yəni görəndə ki, sənin anlayışın yoxdur, sənə ağızlarına gələni deyirlər, təki pul qopartsınlar. Yəni bunun da nəzarəti yoxdur da, buna nəzarət olmalıdır. Bu da dəqiq olmalıdır. Deyirəm, özümü gülmək tutur dostlar. Amma həqiqətən də faciədir. Həqiqətən faciədir. Anlayışı olmayan adamı elə asan alladırlar ki, pulu da verirsən, aylarla gözləyirsən, vaxtın gedir, əsəbin gedir, bilmirsən nə eləyəsən, amma nəticədə çox xırda bir şey idi. Hələ bu servis aparmışdı ya. Əsl dədə babasının servisi o avtomobilin rəsmi. Görün, orada nələr baş verir. Heç sizi inandırın, bəlkə də o servisin rəhbərliyinin, həmin avtomobillərin Azərbaycandakı rəsmi dilleri olan, distribütoru olan adamların bundan xəbəri yoxdur ki, adi ustalar nələr eləyir. Nəzarət yoxdur da. Adi ustad da gedir orada da yazdırır ki, özdə qayda qanunla yazdırır ki, budur, motoru bunun vurubdur, motor xarab olub, stuk olubdur, bu qədər pul. Nəticədə pulu o qazanır axı. O orada balaca sveçalar yazsa, şamları dəyişmək, ona pul az gələcək. Yəqin faizdədir də, amma böyük bahalı bir şey yazanda ona pul çox gələcək. Və beləcə insanların əsəbi, stresi, bəlkə də o maşın hansısa bir insanın çörək ağacıdır. Bəlkə də o maşın bir xanımın uzaq yol gedir. Mənim bir rəfiqəm çox uzaqda işləyirdi. Yəni deməyim odur ki, bu insanın işidir, yoludur, çörəyidir. Görün insanların hissləri ilə, çörəkləri ilə necə oynayır bəzi insanlar. Vallahi danışanda çoxları deyir ki, hər şey qoy yuxarıdan idarə, yuxarı deyil. Bu insanın vicdanıdır. O da ustadır. Adi özü açıb balaca bir profilaktoriya, maşın düzəltmə yeri, o da ustadır. Öz yeridir. Ötürü 5 qəpik çörək pulun qazanır. Amma halal qazanır. İnsanın özü-özünə nəzarət edir. İnsanın vicdanı var. Vicdan. Amma bu birisində vicdan yoxdur. Pula görə nə desən eləyər. Bax, onlardan qorxmaq lazımdır. Pula görə nə desən eləyən insanlardan qorxmaq lazımdır. Sən işini gör, zaten qazanacaqsan. Oradan 1000 manat artıq, 1000 manat əski, 100 manat artıq, 100 manat əski, sən nə bilirsən o pul hara gedəcək? Yəni bugün Azərbaycanda başqa ölkələri bilmirəm, başqa ölkələr haqqında danışmaq istəmirəm. Niyə? Çünki bildiyimə görə, məsələn, Kanadada vaxt var, ili keçmiş maşınlar, məsələn, o ildən aşağı tutaq ki də 2025-ci ildəyik, 2015-ci ilə qədər olan maşınlar olmaz. İstifadə edirsənsə, onun aylıq vergisi çox bahadır, istifadə edə bilmərsən. Onu təhvil verməlisən dövlətə. Təxmini deyirəm də sizə bildiklərimi. Yəni müəyyən ölkələr var ki, onlar təzə maşınlar istifadə edirlər. Köhnəlmiş, keçmiş ili olan maşınları istifadə eləmirlər və o təhvil verilməlidir. Qalırsa onun vergisi təzə maşınlardan daha yüksəkdir. Dövlət yeni maşınlar üçün yeni qaydalar tələb eləyir ki, sən təzə sürəsən, köhnə yox. Amma bizdə tələb olunsa da, qaydada, qanunda bizim cəmaət mütləq bir barmaq eləməlidir. Qaydalara əməl eləməməlidir. Yəni gözəl göyçək servisdə açıblar, sən orada çalışırsan. Nə gözəl, əli təmiz, ayağı təmiz. Məsələn, o bir ustanın açdığı yerdən bura qat-qat gözəldir də. Yəni o servis həmən avtomobillərin rəsmi servisidir. Nə olar, insafın olsun.
Nə olar vicdanın olsun. İnsanları niyə aldadırsan? İnsanların niyə çörəyi ilə, insanların hissləri ilə, əsəbləri ilə niyə oynayırsan? Yəni deməyim odur ki, dostlar, belə hadisələr başınıza gəlibsə lütfən mənə yazın. Mənim avtomobillə bağlı o qədər böyük macəralarım olub ki, çünki mən avtomobil sürməyi çox sevirəm. Mən yenə deyirəm, çoxdan idarə eləyirəm və köhnə maşınlarda başlamışam. Mexanika idi mənim maşınım və ilk dəfə mən alanda mexanikadan sonra 99-dan sonra keçdim təzə bir maşına. Bu nə gözəl maşındır. O dövr təzə-təzə idi də xarici maşınlar. Və mən məhtəl qalmışdım. Bir dəfə də oturmuşam xala qızı ilə maşında gedirəm. Görürəm orada bir işıq yanır. Köhnə maşınlarda elə deyil də, rəngli işıqlar yox idi orada. 099 099 Lada maşındaydım da. Dedim, bu nədir belə? Sürək ustaya deyirəm, usta qardaş, bu nədir yanır burada? Qayıt ki, Ayxan, benzin vurmalısın. Yəni mən köhnə maşınlarda öyrəndiyimə görə maşın sürməyi, avtomobil idarə eləməyi çox anlayışım var. Yenə də mənim o qədər anlayışım ola bilməz. Çünki bəzi kişilər var ki, bunun həvəskarıdır, bunun sevənidir. Onların anlayışı əlbəttə ki, biz qadınlardan biraz çoxdur. Ona görə əziz xanımlar, rica edirəm, mütləq biraz anlayışınız olsun. Bu barədə oxuyun. Avtomobilinizi ustaya aparmamışdan qabaq bir balaca maraqlanın, soruşun, öyrənin, sizi aldatmasınlar. İllah da qadınları daha çox alladırlar. Demirəm kişiləri aldatmırlar, kişiləri də alladır. Fırıldaqdır da. Bunun adı nədir? Fırıldaq. Bunun adı fırıldaq. Durub aparıb yazıb polisə verəsi deyilsən, şikayət eləyəsi deyilsən. Adam oturub fikirləşir ki, məsələn də bu halın nəyin verəsən polisə? Yəni bu elə bir şeydir ki, mənim özümün başıma gəlib ki, usta aparıb ki, bunun qrushiteli var da, hava buraxan yeri. Ora xarabdır, ora cırılıb. Nə bilim, remont eləyib, ora-bura filan qədər pul verirəm. Nəticədə mən aparıb yoxlatdırmışam ki, heç elə şeylər eləməyib. Yalandan məndən pul istəyir. Yəni deməyim odur ki, belə yalancılar çoxdur. İnanın çoxdur. Yalandan alladırlar, istifadə edirlər, pulunuzu alırlar. Niyə alsınlar ki? Çox vaxt təzə maşınların hissələrini dəyişirlər, köhnə qoyurlar, yalan palan pul alırlar. Mənim əzizlərim, bu avtomobil bizim təhlükəsizliyimizdir. Avtomobil insanın dostudur. Avtomobil, maşın adamın dostudur da. Səni işə aparır, uşaqlarını aparır, ailəni aparır. Əhvalın olmur, avtomobili çıxıb bir sürürsən, əhvalın düzəlir. Avtomobil bizim əlimizin dəstəyidir, ayağımızın dəstəyidir, bizim dostumuzdur, təhlükəsizliyimizdir. Ona görə də təhlükəsizliyimizdən mütləq və mütləq vacibdir ki, xəbərdar olmalıyıq. Bizim anlayışımız olmalıdır ki, bizi aldatmasınlar. Və buradan da sizə müraciət edirəm, səhifəmə bəyənin, paylaşın, abunə olun, başınıza gələn belə maraqlı hadisələr varsa lütfən mənə yazın, lütfən yazın. Çünki belə halların istəmirəm olsun. Nəzarət eləyək, bir-birimizə nəzarət eləyək, özümüz nəzarət eləyək. Biz, insanlara nə var ki, dünyanın hər bir yerində vicdansız fırıldaq adamlar var. Tək bizdə deyil ki. Ona görə də biz ruslar demişkən, nada bıçını şiku, diqqətli olmaq lazımdır və bu barədə məlumatlı olmaq lazımdır. Lütfən bəyənin, paylaşın, səhifəmə abunə olun. Bugünə bu qədər.